Marneolinin yerli hakimiyyət binasında Demokrat Qadınlar İttifaqı məktəb direktorları ilə görüş təşkil elədi. Tədbirdə icra başçısı da iştirak edirdi. İttifaq nümayəndələri görüşdə Marneolidə məktəbə qədər hazırlıq mərkəzlərinin yaranmasından danışdılar. Təşkilat Marneolidə məktəbə qədər müəssisələrin yaranması layihəsinə Polşa hökumətinin kiçik qrantlar proqramının maliyyə dəstəyi ilə iyulun 1-dən başlayıb. Layihəyə əsasən məktəb binalarında 6 məktəbə qədər müəssisənin yaranması planlaşdırılır. Proqram 1 il yarım davam edəcək. Sonra sözü gedən mərkəzlər icra hakimiyyətinin balansına keçəcək. İcra hakimiyyətində məktəb direktorları ilə görüşərək Demokrat Qadınlar İttifaqının həyata keçirəcəyi layihə haqqında məlumat verdik. Layihə əsasında 6 mərkəz yaranacaq. Sonra bu mərkəzlər icra hakimiyyəti balansına keçəcək. Algebri sayılı məktəbdə birinci siniflərə 25 nəfər qəbul olunmuşdu, amma birinci sinifə yaşı çatmayan uşaqların sayı da çoxdur. Nə geri bağçaya götürürlər, nə algebri nömrəli məktəbin birinci sinifinə götürürlər. Ona görə arada uşaqlar haradasa bir 12-13 nəfərimiz yarı yolda qalmışdı. Və bunu bir təşkilat, bir Nulavo kimi, bir ara kimi bir yerə uşaqları yerləşdirmək üçün bu proqram çox yaxşı proqramdır ki, indi artıq bu qəbul olunur və biz də bunun iştirakçısı oluruq. Təşkilatın təklif elədiyi sözü gedən layihəni mən lap əvvəllərdən dəstəkləyirdim. Marneoli özünün idarəsi körpələr üçün həyata keçirilən hər bir layihəni daim dəstəkləyir. Hər il biz uşaq bağçalarının sayını artırırıq. Yenə yeni bağçaların inşasını planlaşdırırıq. Əvvəlcə 6, sonra isə hər bir məktəbdə məktəbə qədər yaşda olan körpələrin hazırlıq kursları açılacaq. Əvvəlcə bu mərkəzləri Polşa tərəfi maliyyələşdirsə də, sonra bələdiyyə bu öhdəliyi öz üzərinə götürəcək.